Hazırda sosial mediada belə bir tendensiya görürəm, hansı ki, bəzi fikirləri o qədər elmmiş kimi, elmə dayanırmış kimi, bir fakt kimi paylaşmağa, bir növ dayatmağa çalışırlar ki, biz həqiqətən də elmin harda olduğunu, hansı fikirlərin elmilik, yəni həqiqəti daşıdığını bilmirik. Yəni ayırd etməkdə çətinlik çəkirik. Bu fikirlərdən biri də hansı ki, şəxsi inkişafa başlayırsansa, özünü inkişaf elətdirirsənsə, sən artıq yalnızlaşırsan. O qədər yanlış bir fikirdir ki bu. Sanki şəxsi inkişafa başlamaq artıq insanları bir-birindən ayrıma gətirib çıxarır. Hansı ki, digər insanlar sanki bir heçdir, digər insanlar əksikdir, digər insanlar tutaq ki, ağıllı deyil və sən üstün zəka, üst bir varlıq olursan şəxsi inkişafa başladıqda, özlərində işlədikdə və digər insanlar geridə qalırmış kimi. O qədər yanlış və sərt bir yerdəndir ki, bu fikirlər, hansı ki, heç bir elmi əsası yoxdur və həqiqətdə isə bu belə deyil. Belə ki, şəxsi inkişafa başlayırsansa, artıq öz dəyərlərini bilməyə, özünü öyrənməyə başlayırsan və digər insanlarla da onların dəyərlərinə uyğun olaraq kontakt qurmağı, ünsiyyət qurmağı öyrənirsən. Yəni bir növ onlara da yer açırsan. Nə qədər ki, özünlə münasibətin, öz tərəflərini görə bilirsən və o tərəflərini qəbul eləyə bilirsənsə, bu kölgə və həqiqətən də üzdə olan tərəflərindən söhbət gedir. Bunları görə bilirsənsə, insanlar da o şəkildə ünsiyyət qurmağa, insanlarla o şəkildə münasibət qurmağa başlayırsan, insanlara yer verirsən bir yerlərdə. Yəni, hər tip insanın ola biləcəyini və insanların hər cür, hər seçimi ola biləcəyini, bu həqiqəti qəbul etməyə başlayırsan və insanlarla fərqli bir leveldan həqiqətən də onların və özünün ehtiyacını bilərəkdən, dəyərlərini bilərəkdən, özünü bilərəkdən və onları bilərəkdən, çox dərin və həqiqətən də bağ quraraq münasibət qurmağa başlayırsan və şəxsi inkişafa başlamaq sənin üstün digərlərinin aşağı olduğu anlamına gəlmir. Bizi üstün və ya aşağı görən bizim zehnimizdir. Heç bir halda insan ruhu parçalanan bir şey deyil. Biz tamıq, bütövük. Yəni ətrafımızda gördüyümüz o bəyənmədiyimiz, bizə görə çox yaxşı bir növ belə deyək də, deyilmiş kimi gələn fikirlər və ya insanlar, davranışlar, bunlar da həyatın bir parçasıdır. Bu həqiqəti görə bilirik, bu həqiqəti qəbul edirik və özümüzdə olan yanlış və doğruları, bunları da görə bilirik və özümüzlə çox düzgün və realistik bir yerdən, daha çox insancıl bir yerdən kontakt qurmağa və bir növ münasibət qurmağa başlayırıq. Belə, bunları bil istədim.